Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir. Nərimanov rayonu Təbriz küçəsi, deməli Zümrüd rezidensliyik. Əvvəlki videolarımıza baxan izləyicilər Zümrüd rezidensi görüblər. İstəsəz də yəni o videolarımızda görə bilərsiniz. Həyəti bu dəfə göstərməyəcəm. Nərimanov metrosuna 5-6 dəqiqə piyada məsafədə 17 mərtəbəli binanın 6-cı mərtəbəsində 96 kvadrat 2 otaqdan 3 otağa düzəlmə studiya şəklində düzəlib. İndi tam aydın göstərəcəm sizə. Yeni təmirli mənzilimiz satışa çıxdı və bir gündə belə olsun, yaşayış olmayıb. Sonunda qiymətlə deyəcəm. Belə videolar görmək istəyirsə kanalımıza abunə olun və videomuzu bəyənib altda rəy bildirməyi, şərh bildirməyi də unutmayın. Və belə gəlin sizə proyekti göstərim, sonra qayıdağın təmirdən, dizaynla danışacağım. Giriş qapısı, qonaq otağını gördünüz, studiyada qabağında mətbəxi var, bir yataq otağı içində. Hamam otağı var, sanitar qovşağı var, ikinci yataq otağı və ümumi sanitar qovşağı. Pol hissəsi, giriş qapısı dəyişdirilib, ən keyfiyyətli giriş qapılarından biri qoyulub, yenidir. Girən kimi sağ tərəfdə qardırob mebelimiz, pollar qranit, isti döşəmə, mənzildə abo işləməsi yoxdur. Hamısı məxmər boyalar, püskürtmə emulsiyalardır. Maşın kaskasıyla işlənmiş qapılar, pol hissəsi belə bir minimalist və çox səliqəli də bir pol hissəsi qalıb. Kifayət qədər genişdir, yəni içində rahat hərəkət eləmək olur. Gəlin elə qonaq otağına gəzək mənzilimizi. Pollar hazır laklı bambuk parket, pərdələr tam asılı vəziyyətdə, qarşısında eyvanı, eyvanda da istəsəz yay mətbəxi, iri qoxulu yeməklər üçün mətbəx yarada bilərsiniz, orada şərait yaradılıb. Deməli, məxmər boyalar, divarlar, lüstr, spot, gizli işıqlar, bütün otaqlarda hamısında Aux markalı kondisionerlərimiz var. Twistentin yeri tam düzəlib, mərmər effektli Venesiya boyasıyla şkaflar, çıxış elektrik kutuları düzgün quraşdırılıb və qarşısında mətbəx. Mətbəx mebeli tam quraşdırılıb və belə sürtmə qapılarla, yəni iyi qoxu gəlməsin. Üstü tökmə mərmər qranitlərdən istifadə olunub, tavoid texnikadan deməli qoyulub. Qaz peci, qabuyan və aspirator qoyulub, soyuducun özünüz alacaqsınız. Belə bir gözəl havalandırma sistemi qoyulub burada. Mətbəx üçün əlavə, iyi qoxu getmək üçün əlavə mətbəxə havalandırma sistemi də qoyulub. Belə bir minimalist, gözəl mətbəximiz yaranıb. Onun otağı çox böyük qalıb. Və gəlin gəzək, davam edək mənzilimizi. Gəlin ümumi sanitar qovşağını göstərim sizə. Deməli, divarçı unitazdan istifadə olunub, sol tərəfdə moydadır, işıqlı güzgü. Burada əlavə geniş bir duş kabini hissə qalıb, duş aksesuarlar qoyulub, patlok işləmlərimiz də var. Oxstiklot tavandan istifadə olunub, havalandırma sistemi, şlukası hamısı ideal şəkildə quraşdırılıb və fərqli teksturada qranitlərdən istifadə olunub. Burada da pollar isti poldur. Uşaq yataq otağı. Burada mebellər hamısı quraşdırılıb, ikili yumşaq dəstdən istifadə olunub, arxası qardırob mebeli, parça işləmələr, yazı masası qoyulub, çıxış elektrik kutuları, yəni burada televizor üçün yer nəzərə alınıb, patlok işləmələrimiz var, gizli işıq, spot, lüstrlar tam asılı vəziyyətdə, pərdələr tam asılı vəziyyətdə. Evimiz, deməli, isti sistemimiz kombidir, sənədlər əsas çıxarışdır, yəni kutuca. Sənədlərimiz tam qaydasındadır. Binaya da opşu kutuca verilib. Belə, gəlin sonuncu yataq otağını da göstərim sizə. Belə, əsas yataq otağı burada kifayət qədər geniş, içində rahat hərəkət edə biləcəyiniz make-up qoyulub, yumşaq dəstlər hamısı yerləşdirilib, daraq işləmələr, New Classic stildə təmirimizdir, üzvəlikli çıxış elektrik kutuları qoyulub, taxt üstü buralardan istifadə olunub və qardırob mebeli tam boy tavan hündürlüyünə kimi yerləşdirilib. Burada deməli çox gözəldir. 2-dən 3-ə düzəlmə evlərdə belə deyim, bu yoxdur. Ümumi sanitar qovşağından deməli yataq otağına aid sanitar qovşağı yoxdur. Burada yaradıblar belə bir şey, düzəldiblər. Çox da səliqəli, içində belə rahat hərəkət edə biləcəyiniz kiçik bir belə bir moydadır qoyulub, işıqlı güzgümüz qoyulub, divarçı duş aksesuarları qoyulub, divarçı unitazdan istifadə olunub, oxstiklot patlok işləmələri və havalandırma sistemi çox səliqəlidir. Həqiqətən hər şey qaydasındadır. Bu mənzilin start olaraq qiymətini deyim sizə
385 min manatdır. Belə mənzilləri alıb kirayə də vermək çox rahatdır. Yəni istədiyiniz qiymətə, yəni obyekt alıb kirayə verməkdənsə belə mənzilləri alıb kirayə vermək 0,5 koeffisiyenti bu mənzillər çıxardır. Və belə mənzilləri indi görmək istəsə kanalımıza abunə olun. Növbəti çəkilişlərdə görüşərik. Sağ olun.